Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nebiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə bə'd. Biz Riyad-ı Salihində nəzarət bölümündəyik. Orada Cibril hədisi zikr olunmuşdu. Və Cibril hədisində də dinin mərtəbələri zikr olunur. Birinci İslamdır. İslamın 5 rukunu. Biz İbn Hüseyin Rəhməllah barədə danışdı, kəlmə şəhadəti barəsində, namaz barəsində və zəkat barəsində. Zəkat barəsində danışarkən zəkat nələrdən çıxılır? Dördüncü odur ki, dördüncü zəkat siniflərindən orudu ticara. Orud ticarəti. Nədir orud ticarəti? Orud insan ticarət üçün hazırladığı hər bir şey. İstər bu torpaq, istər ev olsun, istər parça olsun, istər qablar olsun, maşın olsun, bundan başqa olan müəyyən bir şey. Hansı ki, ticarət üçün onu hazırlayır. Yəni, maşın salonları var, paltar dükkanları var, misal çəkir. Buna oxşar hər hansı bir ticarət onu edir insan. Buna ticarəti, orudu ticara deyirlər buna. Və bunun da miqdarı demək 4. Nə deməkdir 4? Məsəl üçün qızıl gümüş kimi. Yəni hər 40 dənəyə 1, hər 40-a 1. Məsəl üçün 40 dənədirsə, birini vaxtı çatsa, birini çıxartsan zəkat. Yəni 100-ə 2,5 belə deyək. Faizini çıxartırsan yəni. Əgər sənin malın olsa, sən istəsən ki, biləsən zəkatın miqdarını, məsələ olduqca hasandır deyir. Malı 40 yerə bölürsən, mal 40 yerə bölünür və ondan biri çıxarılır. Ondan biri nə edir? Çıxarılır. Məsələn, bir insanda 40.000 dirham vardır. 40.000 dirham vardır. Onun zəkatı 1000 dirhamdır. 40.000'in zəkatı nədir? 1000 dirhamdır. وفي 120,000 3,000 ريال وهلم جر. Əgər 120.000 olarsa da, bu halda 3.000 riyal çıxarılır. 120.000'in nədə olarsa da 3.000 riyal çıxarılır. Nəyə görə orudu ticara adlandırılıbdır? Orudan belə adlandırılıb. Çünki sabit deyil. Neysə bir səbit. Yəni, mal sabit qalmır, dəyişir. Gəlir gedir, satsan. Sezonlu mallar var və yaxud da ki, bir sezon içində dayanmadan dəyişir. Əksinə, bəl yu'rad. Yəni, ərz olunur. Və yazulu fə kullu şeyin yu'rad və yazul. Yəni, o şeylər ki, ərz olunur, sonrası gedir, qoyulur, gedir. Satırsan da, yəni, gətirirsən, satırsan. Buna deyir, yüsəmmə ardan. Necə ki, Allah tadı ki, təbtəğunə aradəl həyəti dünya. Dünya həyatının aradını istəyirsən, yəni ki, bərbəzəyini, neymətini, dünyada nə görürsənsə onu yəni. Nisa surəsi 94-cü ayə. Ticarət malları həkədə ində tüccar yeştərül insanu sil'atə. Məsələn, ticarət malları vardır ki, tacirlər, beləliklə tacirlərdən nətər? Tacirlərdən bir insan onu alır, həmin malı alır. Lə yuridu aynəhə. Qəsdi malı alıb saxlamaq deyil. Qəsdi onu fırlamaqdır. Yəni, bir gün paltar aldı, deyək ki, onu saxlamaq deyil. Onun niyyəti satmaqdır. Əgər bu niyyəti satmaqdırsa da,
Yəni bu formalar dəyişəcəkdir də. 10 dənə mal alıb 9-unu satıb biri qalır. Gedir yenə 9-dan alır. Həmin biri qalıbsa ticarət zəkatın vaxtı gəldikdə o bir dənə də girəcəkdir onun içinə. Bu zəkat malı çıxartmaqda 10 dənə hesablanacaq miqdarı satırsa da yəni çıxarılır. Yəni əksinə bu bir malı aldıqda onun da arxasında olan qazancı fikirləşir. Qəsd eləmir ki, o malın özünü alıb saxlayım, belə qəsd eləmir. Bunun üçün də görürsən ki, o malı səhər-səhər alır, günün axırında isə onu satmaqla qazanc əldə edir. Demək, məqsədi bunu alıb bəzi insanlar ev alır qalması üçün, maşınlar sürməsi üçün güzel onlara düşmür. Niyə? Çünki məqsədi onun özünü alıb özündə ticarət eləməmək. Məqsədi ticarət deyil. Bu halda ona düşmür yəni. Oruc ticarətin zəkatı necə çıxarılır? Əgər zəkatın sənin malında zəkatın vaxtı gəlib çatarsa da, o vaxt gəlib çatır, sən özündə olan hər bir şeyi nə edirsən? Cəm edirsən və rubu oşur. Rubu oşur nədir? Onda birin 4 hissəsinin onda birinin nədir? Yəni 2,5%-də biridir. Neysə onu çıxardırsan. Və in kunta lam təştəriha illa axiran. Yəni hətta sən onu lap axırda alası olsan belə. Yəni nətər? Sən götürürsən öz malını, bu günləri sənin malın əlində olan pulundan, malından hamısı bir yerdə zəkat miqdarına gəlib çatdı. Zəkat miqdarına gəlib çatanda sən nə edirsən? Mal almasan da belə, əlində pul kimi də var, və yaxud da mal alıbsan, mal kimi var da əlində, sən onun 2,5%-ni nə edirsən? Zəkatını çıxarırsan. Məsəl üçün, bir insanın zəkat malı Rəcəb ayında gəlib çatıbdır. Sonra gəlir Rabiə ayında isə nə edir? Bu mal alıbdır. Ona deyir ki, əgər Rəcəb ayı gələrsə də, sən malını qiymətdəndir, option. Nə qədər malın var və onun zəkatını çıxart. Deyir ki, Rəcəb ayı malının zəkata düşübdür. Sonra gəlir Rabiə ayında mal alır. Deyirsən, nə vaxt ki, zəkata düşübdür, o ay gəlib çatanda hamısını hesabla. Pulunu da, malını da hamısını. Ondan çıxart gəlir. Əgər desək ki, məndə bir il tamamlanmayıbdır, biz deyirik ki, ticarətdə, oruc ticarətdə bir il tamamlanmasının ibrəti yoxdur. Yəni, oruc ticarət qiymət üzərində qurulur. Əl-Qayyim, əl-Qiymət. Yəni, məbniyyətun əl-Qiymət, qiymət üzərindədir. Yəni, əgər sən bu günləri ticarətə başladın, gəldi sənə malın zəkat miqdarına çatdı. Üstündən bir il keçir. Bir il keçəndə sən həmin ərəfədə 5 dəfə həmin malı satıbsan, başqa mal alıbsan, dəyişibsən də, dəyişir ticarətdə. Sən deyəmərsən ki, yox, mən bu malı satdım, bu dəyişdi, bu birisi çatmayıbdır. Deyirsən, yox, qiymət üzərindədir. Qiymət üzərində həmin vaxtı miqdar çatmışdı. Nə olsun ki, o mal dəyişibdir. Qiymət üzərində nə varsa hamısı hesablanır. Mal üzərində yox, qiymət üzərində. Mal satılıbdır. Başa. Yəni qiymət səndə olduğu müddətdə bir il keçibdir. Onu təqdir edirsən, vacib olan vaxt gəlib çatır. İstər çox mal alsan, istərsə az mal alsan, fərq eləmir. Yəni o qiymət nədirsə, onun üzərindədir. Mal, pul hamısı hesablanır bir yerdə. Məsəl üçün təqdir olunsa ki, sən 10.000 reallıq nəsə alıbsan. Sən 10.000 reala. Səndə də 8.000 real var idi. Səndə 8.000 real var idi ki, zəkat vaxtı çatmaqdan ötəri zəkata 8.000 realın var idi sənin. Gəlir düşür 8. Demək,
8000-dən başlayır. Bu misalda da sadəcə hər bir vaxtın öz qiyməti vardır. Demək 8000 realın var, sonra gəldirsən 10 minlik mal aldın. Pul zəkatını çıxartmağa az qalmış, 1 ay, 2 ay vaxtı gəldi çatma. Gəldin başqa mal aldın, 10 minlik mal aldın deyir. Əgər 8000 alıbsansa da və bu zəkat vacibliyinə gəlib çatıbsa da və yaxud da ki 10 min alıbsan, özür istəyirəm, 8000 alıbsan, amma zəkat vaxtı gəlib çatdı, mal 10 minlik olubdur. Sən 10 mini çıxardırsan. Demirsən ki, yox 8000, 2000 hələ vaxtı çatmayıb, yox. Əsl ən aşağı miqdar nədirsə, o əsildir. Yerdə qalansa furudur, onun üzərində qoyulur, əslin üzərində qoyulur. Məsəl üçün, 8000 reallıq, ki, məsəl üçün, bu misal da sadəcə. İndi hər dövrün qızılın qiymət söhbəti var. 85 qram yüksək əyarla olan qızıldır. Və yaxud da ki, 595 qram gümüşlə yüksək əyar olan, ki də bunda 5%-dən çıxarılır. Yaxşı, sənin 8000 realın var. İbn Seymur Rəhməhullah burada belə deyir, biz belə danışırıq. 8000 realın var sənin, zəkata çatdı. Üstündən bir il keçəndə çıxartmağa 2 gün qalmış, vaxtın 2 gün qalmış, gəldi oldu sənin 8000, 10 min realın. Sadəcə 10 minin zəkatını çıxardırsan. Əgər yaxşı sual çıxır ki, bilmirsən, sən bundan qazanc götürübsən, qazanc götürməyibsən, bunu belə bilmirsən də, deyək ki, ola bilər belə bir şey. Qadir de mayə. Maya miqdarı əsl. Nə qədərdir? Ən aşağısı 85 qram qızıl miqdarı yüksək əyarla olmalıdır. Yaxşı, sonra burada bir sual çıxır ki, zəkat kimlərə verilir? Bu qalsın gələn səfərə. Allah təaladan istəyirəm ki, bizlərə faydalar eləsin.